Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması səbəbindən dünya miqyasında böyük bir ərzaq şoku təhlükəsi yaranıb. Publikaz müsahibata istinadən xəbər verir ki, enerji axınlarının blokadaya alınması artıq gübrə çatışmazlığına və logistik çöküşlərə səbəb olub. Financial Times-ın məlumatına görə Hörmüz boğazı neft və qaz ixracının 1/5-ni təmin etməklə yanaşı, həm də dəniz yolu ilə gübrə ticarətinin 1/3-ni reallaşdırır. Gübrə tədarükünün kəsilməsi kənd təsərrüfatında məhsuldarlığın kəskin aşağı düşməsi deməkdir. Vital şirkətinin mayeləşdirilmiş təbii qaz şöbəsinin rəhbəri Pablo Galante Escobar Lazannadakı samitdə bildirib ki, biz hazırda borc içində yaşayırıq və bu dayanıqlı həll deyil. Onun sözlərinə görə əks halda enerji böhranı tezliklə ərzaq böhranına çevriləcək. Mütəxəssisin sözlərinə görə ABŞ və İsrailin İrana zərbələrindən sonra sənayenin qaza olan tələbatı 40% azalıb ki, bu da ən çox amonyak istehsal edən zavodlara zərbə vurub. Əgər gübrə problemi həll olunmazsa, növbəti mövsümlərdə ərzaq qiymətləri idarə olunmaz həddə çatacaq. Bundan əlavə gübrə üçün kritik xammal olan kükürt artıq metallurqlar tərəfindən mis əritmək üçün istifadə olunur ki, bu da qida istehsalçılarını növbənin sonuna itələyir. Digər böyük risk isə hökumətlərin təşvişə düşərək kütləvi şəkildə ehtiyat toplamağa başlamasıdır. Bu halda qiymətlər anidən rekord həddə çatacaq. Bundan ən çox zərər çəkən ölkələr isə tamamilə ərzaq idxalından asılı olan dövlətlər olacaq. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.